Paltarlarımı qoymuşam. Yunur orada artıq bir xanımın mətbəxi. Səhər-səhər. Gərək buranı yığışdırım. Qablarımı yuyum. Buranı da ətrafı yığışdırım. Qayıdıram yanınıza. Və tərtəmiz oldu. Qablarım yuyuldu. Buranı təmizlədim. Və bizim səməni. Görün nə gözəl oldu. Bura qəşəng kəpənəklər qoydum. Belə gözəl görsənir. Belə uzanıb. Görürsünüz, boyu böyüdü. Bizim səmənimiz. Birini qaynanama vermişəm. Qaynanam üçün düzəltmişdim. Birini də vermişəm anama. Apardı artıq. Biri də qaldı Aylinçik üçün. Hər kəsə salam, səhifəmin gözəl insanları. Vlog kanalıma xoş gəlmisiniz. Hər birinizi salamlayıram. Baharın ilk gəlişini kim necə qeyd edirsə eləsin. Mən təmizlikdən başlayıram. Başlayıram bütün mətbəxdə olan dolabları açmağa, yerlərini dəyişdirməyə, içini təmizləyirəm. Mən də beləliklə rahatlayıram. Hər yer tərtəmiz olanda. Ümumiyyətcə çalışıram ki, belə təmizlikləri heç olmasa ayda bir dəfə edim. Düzdür, bütün gün ərzində bu dolablarla iş görürəm, oradan nəsə çıxardıram, nəsə yerləşdirirəm. Ona görə hər gün dağınlıq qalır. Ən sevdiyim təmizlik mətbəx otağındadır. Çünki orada çox rahatlayıram. Sevdiyim yer də demək olar ki, evdə mətbəxdir. Bəs sizin? Dolabı və dolabın üzərini mən çalışmışam ki, ya suyla silim, ya qab yuyanın pinkası ilə. Çünki belə daha rahat ələkələr gedir. Sizdən bir kiçik xahişim olacaq. Kanalıma mütləq abunə olun. Çünki sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Ona görə bu video like qoyun, bir rey yazın və abunə olun. Mən isə sizə xoş izləmələr diləyirəm. Vlogumuza davam eləyək. Alinkanın maşınını yumuşam. Kalaskasını. Deməli burada quruyur. Bir də işte görsəmir, belə göstərim sizə. Bu alt hissəsidir, açılır. Onu da yudum. Yuxarı hissəni də yudum. İndi paltarları asacağım. Qurusun. Keçək ikinci paltar yumağımıza. Salat üçün qoymuşam deməli 4 ədəd kök, 4 ədəd kartuşka və 4 ədəd yumurta. Burada məndə artıq toyuq filesi bişib. İndi bunları çıxardacağım, göyərtiləri. Atacağım bura, yuyulsun. Yiyəcəm. Qəşən səməni də belə qəşən bağlamışam linklə. Bir də burada yumurtalarımdır. Bugün sizə göstərdiyim. İkisini özüm bəzəmişəm, yəni əl işidir. Özüm çəkmişəm. Qalanı isə o boya ilə. Ürəyim ki təmizlənmədi. Götürdüm. Soda əlavə elədim. Və limon suyu. Bunlara baxmayın. İndi görək də yenidən buranı təmizləyəcəm. Çünki bəyək xoşuma gəlmədi. Azelitlə təmizləmişəm. Amma gözlədiyim effekti vermədi. Yəni burada belə yumruda qalıb. Bilmirəm siz bundan var sizdə, bu plitadan varsa siz mənə yazın necə təmizləyirsiniz onu. Bu da kömək eləməsə bilmirəm gərək nə almaya. Çünki bu yumru belə bütün yağdır, nədir, qalıb orada. Getmir. Mən daha bilmirəm nə edeyim. Nə işıq yandırım, siz də görəsiniz. Buranı təmizlədi, okey. Buranı da belə kimsə cızıb, bilmirəm məndən əvvəl olub. Bir də baxın, bu çirik getmir. Nə vurmamışamsa getmir. Gözlədim hətta 15 dəqiqə. Biraz da belə təmizlədim, getmir. Yenə də qalıb. Bilmirəm mənə nə kömək eləyəcək. Burada bir yer tapmışam. Buranı boşaltmışam mikro dalğalı sobanın üstünə. Və burada 2 dənə şkafım da var, amma bilmirəm ora nə qoyum. Çünki çox hündürdədir. Mənim ora əlim çatmır. Əlim çatdığı yer burada ancaq. Bir də bir az bura. Bilmirəm bu mətbəxi kim eləmişdi, amma çox narahatdır. Ayıb yoxdur, hələlik bura qoyum. Burada olsun. Aylin özü yatdı. Mən də keçim mətbəxə. Mətbəxin yarısını yığışdırmışdım.
yarısı qalmışdı. Sizə burada bir-iki dənə şey göstərmək istəyirəm. Təmizlik vasitələrə aiddir. Bu Crystalex'dan almışam. Bunu bəyəndim. Mən əvvəl Fairy işlədirdim. Fairy daha biraz baha çıxır. Bu da 2 manat 99 qəpik səhv eləmirəmsə endirimdə. Bunu götürdüm problemə üçün. Həm bunu götürəcəm, həm Fairy işlədəcəm. Bunu artıq tulamaq lazımdır. Bu Prontonu artıq bu уже все. Pink Stuff bunu götürmüşdüm. Qəşəng yağ çözücüdür. Universaldır həm. Bunu bəyəndim. Bəlkə yeni götürdüm. Bunu bilmirəm. Bu çoxdan var. Fix. Çox eybəcər idi. Bilirəm ki, heç nə köpüyü də yoxdur belə. Bunu tulayacağım. Bunu yeni almışam Bingo. Araz marketdən. Çox gözəl qoxusu var. Bu Aylinchik'in paraşokudur. Sonra Perwoll. Çox da bəyənmədim bunu. Mən əslində bunu almışdım rəngli paltar üçün. Amma qoxusu belə də bəyənmədim. Bu da Həzər marketdə indirimdə idi. 2 dənəsi 3 manata. 2 dənəsi 3 manata götürdüm. Bir də bu persillə paltarlarımızı yuyuruq. Bunu çıxartdım ki, qaba əlavə edeyim yenidən. Bir də ağartıcı mən əlafran istifadə edirəm maşınka üçün. Şimdi bizə nə lazım olacaq? Sinə, toyuq sinəsi. Onu hamısını qaynatmışam, süzgəcdən keçirtmişəm. Kök, kartoşka, yumurta, bu da göbələk qızardıram. Bir də belə balıçkalar. Ən sonunda görəcəksiniz necə bəzəyəcəm. Gəlin bunu yığaq. Bunu siz bu videonu görə bilərsiniz tam şəkildə shorts videosunda. Orada paylaşıram. Öncə mayonez deyəcəyik. Mayonez lazımdır və ya hamam. Altdan mayonez, üstdən kartoşka, qat belə yığılacaq. Salatımız alındı. İndi bunlarla dekor edirəm. Bu arada bunlardan yedim. Dadlıdılar. Və bizim dekorumuz belə yapışdırırıq. İfşən. Siz bu gözəlliyə baxın. Belə bir salatik alındı. Həm bayram süfrəsinə qoya bilərsiniz. Məncə çox gözəldir. Belə bantiklə də bağlamışam. Kim hazırlayacaqsa öncədən nuş olsun. Nyam eləyək. Haydi. Pendirin de alınca gelmiş ha. Pendir seven kızımcım benim. Pendir seven kızım. Şimdi veririm. Benim səhər yeməyim ani imkan vermədi. Bir dənə pendir verdim onun əlinə. Burada yiyir. Səsini eşidə bilərsiniz. Gedim zavtraqımı eləyim. Mənəş olsun. Ver. Ver sağa. Asta. Arkaya ver arkaya. Gel. Arkaya ver. Korkma. Ben Paul Bargovşik ola bilərəm kızım üçün. Kızım. Ay senin çolkavı yiyeyim mi? Gel bura öpüm seni öpüm. Maciniyim. Uy. Gel. Çorabın təzə təmizləm. Çorabın təzə dəyişmişəm. Yenə qapqara deyə gələm mən qəşəng pollar silim. İndi oturmuşam yemək yemişəm. Havariya eləmirsən qızım? Getdi. Mənim kanda oturmuşam bura. Yumurta qırırdıq, o da qırdı yumurtamı. Mən vurmuşdum əslində, amma o qırdı mənim yumurtamı. Sevinir orada oturub. Sup yedizdirirəm ona. Belə vermişəm ki, çünki dağıdır. Görürsünüz nə edir? Məndən məzələnir. Qablarımı da yudum. Qaldı qablar qurusun. Yerləşdirəcəm yerlərinə. Pəncərəni açaq. Havası dəyişsin. Xoşuma gəlir, sərin bir hava gəlsin. Hava bugün heç yığışdırmalıq deyil. Yuxum gəlir əslində. Amma istədim biraz hərəkət edeyim.
Şkafları yığışdırmışam və göstərmək istəyirəm haranı nə eləmişəm. Bura mən qapqacaq doldurmuşam. Belə mənə daha rahatdır. Yuxarıda isə çox istifadə etmədiyim əşyalardır. Sonra keçək bura. Burada həm ədviyyatdır, həm mənim valilyankam. Ürəyim algında valilyanka içirəm. Burada isə çaşqalardır, termoslardır. Yəni belə elədim. Sonra ailənin yerini yenidən bura gətirdim. Burada qalsın, mənə belə daha rahatdır. Yuxarıda da Kendamil boş bankalar da onları gərək boşaldım. Sonra bunu sırf elədim burada. Məndə tavalardır, qazanlardır. Hamısını bura yerləşdirdim. Sonra keçək bura. Burada da multivarkadır, sütkeşdir. Bu soba üçündür, çıxartmaq üçün ki əllərim yanmasın. Bir də vafli aparatını bura yerləşdirdim. Sonra keçək bura. Burada da mən məsəl üçün hər şeyimi qoymuşam. Ədviyyatlardır, sonra makarondur, qarabaşaqdır, bulgur, nə istəsəz var. Amma mən yerini bilirəm ancaq. Və burada soslardır. Soslar, nişasta, yağlar. Bir də bura bunu qoydum, tostları. Yuxarı da boşdur, ona görə əlim çatmır ora. Mat qoymuşam, silikon mat, həmir yoğurmaq üçün. İndi keçək, bunu təmizləyək tez. Mən bilmirəm nə ilə təmizləyim. Burada əslində yemək qızdırıram. Sadəcə mən bunu yaş dəsmalla siləcəm. Çünki mən bura qorxuram nəsə bir mayə vurmağa. Çünki burada ailənin yeməyi qızdırıram. Ona görə sadəcə sulu dəsmalla keçəcəm. Bilmirəm, yağlar gedəcək, çox da yağ yoxdur. Yəni budur bir dənə çirkli. Gərək bunu yuyum. Bir də bunu yuyum. Sadə su vurdum. Sizə deyim ki, biraz qalıb yağlar. Siz nə ilə təmizləyirsiniz sobanın içini mənə yazın. Prosta mən istəmirəm də bura azidit kimi bir şeylər vurum. Hələ belə üstündən sildim. Burada biraz qaldı. Neybi yoxdur. Bu belə təmizdir. Burası da təmizdir. Bir dənə bunları təmizləyəcəm indi şotka ilə. Yudum qurutdum. Geçsin buraya. Bunu qoyaq. İçinə. Bunu da hər dəfə sinirəm belə. Ancaq fırıyla. Hansısa bir işlədiyi sabun var. Qab yumaq üçün. Onunla keçirəm. Sonra salsetlə. İz falan saxlamır, rahatdır. Ailin sağ olsun gəldi görün neynədir buranı. Bunu da eyni qaydada. Bu şekilde sinirim. Qazanı qoydum artıq. İşığı da yandırdım. Biraz su əlavə elədim bura. Və bura gedəcək makaron. Aylin üçün yeməyi pişirirəm. Makaron götürdüm. Çox az çıxartdım. Aylin üçün buzluqdan belə kündə eləyib atmışdım. 3 dənə lazım olacaq mənə və brokoli. Oxumuşam ki, bir yaş olan uşaqlara 1 qram duz lazımdır yeməklərinə qatmaq. Amma o sizdən asılı. Yəni qata bilərsiniz, qatmaya da bilərsiniz. Mən 1 çimdik qatıram Aylin üçün. İndi görürsünüz su qaynamağa başlayır. 1 çimdik duz göndərəcəm ora. Tam hazırdır. Biraz quru nanə dad üçün əlavə elədim. Bir də biraz zeytun yağı. Brokoli də orada pişib. Belə.
Aylin. Aylin çık oradan. Ben elə bilirdim yoldaşım hər yerdə çorablarını dağıdacaq, onu da qızım eləyir. Restorandan sonra Aylin xanım bütün yemeğin içindədir. Gedib əyini dəyişdirəcəm və biz gedirik yatmağa və sizinlə sağollaşırım.